Zərfin məna növlərindən danışacağıq. Zərfin hansı məna növləri var? Zaman zərfləri var, yer zərfləri var, kəmiyyət zərfləri var və tərzi hərəkət zərfləri var. Onlardan biri zaman zərfləridir. Zaman zərfləri hərəkətin və ya hadisənin zamanını bildirəcək və nə vaxt, nə zaman, haçan, nə vaxt, nə zaman, haçan suallarına cavab verəcək. Zaman zərfləri quruluşuna görə 3 cür olur. Sadə zaman zərfləri də var, düzəltmə zaman zərfləri də var, mürəkkəb zaman zərfləri də var. Sadə zaman zərfləri hansılardır? Məsələn, deyə bilərik ki, qabaq. Məsələn, qabaq, o burada olurdu. Nə vaxt qabaq, yəni qabaqlar. Sonra düzəltməyə deyə bilərik, hərdən, bizə gəl. Nə vaxt hərdən? Hər deməli əvəzliyinə dənlik şəkilçi qoşularaq nə əmələ gətirir? Düzəltmə zaman zərfini əmələ gətirir. Sonra mürəkkəb zaman zərflərinə nəyə misal göstərə bilərik? Günbəgün, ara sıra, hərdən bir. Günbəgünü götürək. Günbəgün. Günbəgün gözəlləşir. Nə vaxt günbəgün, nə zaman günbəgün? Burada günbəgün də nədir? Babə bitişdiricisi ilə düzəlmiş mürəkkəb zaman zərfimizə misal ola bilər. Sonra tərzi hərəkət zərflərindən danışacağıq. Tərzi hərəkət zərflərindən danışacağıq. Tərzi hərəkət zərfləri də hərəkətin tərzini bildirir. Amma tək hərəkətin yox, bəzi hallarda əlamətin tərzini də bildirə bilir. Və necə, nə cür, nə tərzdə və s. suallarından birinə cavab verir. Və tərzi hərəkət zərfləri də quruluşca sadə, düzəltmə, mürəkkəb olur. Məsələn, sadə tərzi hərəkət zərflərinə çətin, asan, yaxşı, pis, iti və s. Yəni, kökdən və ya kök və qrammatik şəkildən ibarət olsun. Düzəltmə tərzi hərəkət zərflərinə qəfildən, daxilən, sonra ucadan və s. zərflərini misal göstərə bilərik. Mürəkkəblərə isə, mürəkkəb tərzi hərəkət zərflərinə isə, məsələn, söz arası, həzin, addım başı, birini yazım, qalanlarını şifahiyyət edim. Addım başı, dahiyanı yox, dahiyanı düzəltməkdir. Addım başı, həzin, bayram sayağı, söz arası və s. kimi mürəkkəb zərfləri, mürəkkəb tərzi hərəkət zərflərini göstərə bilərik. Bir də burada hansı sözlər var idi? Tez sözü var. Bir də tez sözü var. Tez. Bax, bu iki zərf həm zaman zərf rolunda çıxış edə bilir, həm də tərzi hərəkət zərfi rolunda çıxış edə bilir. Bəs nə biləcəyik? Bu zaman zərfidir, yoxsa tərzi hərəkət zərfidir? Əgər surətli cəlb mənalarını ifadə eləyirsə bu sözlər, tərzi hərəkət zərfi kimi çıxış edəcək. Məsələn, deyirəm ki, Adəm tez danışır. Adəm tez danışır. Adəm surətli danışır, cəld danışır. Görürsünüz, surətli cəld sözünü yerinə artıra bilirik. Adəm surətli danışır, Adəm cəld danışır. Surətli və cəld mənalarını verdiyinə görə burada nədir? Tərzi hərəkət zərfidir. Yəni, tez tərzi hərəkət zərfidir. Yox, bu tez və tez ifadələri vaxtından əvvəl mənasını və ya mütəmadi mənasını, davamlı mənasını, yəni 3 mənadan birini, baxın, mütəmadi, davamlı, vaxtından əvvəl mənalarının birini ifadə etsə, orada olur zaman zərfi kimi. Məsələn, deyirəm ki, o tez böyüdü. O cəld böyüdü, o surətli böyüdü. Görürsünüz, alınmır. O vaxtından əvvəl böyüdü. Yəni, o vaxtından əvvəl böyüdü. Vaxtından əvvəl mənasında ifadə etdiyinə görə burada da nə deyəcəyik? Deyəcəyik ki, zaman zərfidir. Zaman zərfi. Da belə. Sonra yer zərflərindən danışa bilərik. Yer zərfləri də hərəkətin icra olduğu yeri bildirəcək.
hara, həmçinin haraya, haraya, yəni hara sualına cavab verən sözü, həmçinin də haraya sualını verə biliriksə, o yer zərfidir. Harada, haradan və s. suallarından birinə cavab verəcək və bunlar da qrupça 3 cür olur. Sadə, düzəltmə, mürəkkəb. Deməli, sadələrə məsələn irəli, geri, aşağı, yuxarı, sağa, sola və s. bunlara sadədir. Düzəltmə yer zərflərindən, məsələn, yaxınlıqda, sonra və s. yaxınlıqda, ortalıqda, irəlidə və s. kimi yer zərflərini misal göstərə bilərik. Mürəkkəb isə sağa, sola, üz aşağı, üz yuxarı, irəli, geri, aşağı, yuxarı və s. yer zərflərini misal göstərmək olar. Uşaqlar, burada hara sualına cavab vermə məsələsi var idi ki, biz deyirik ki, hara həmçinin ismin sualıdır, həm də yer zərfinin sualıdır. Bəs biz necə biləcəyik ki, həmin söz yer zərfidir, yoxsa məkan mənalı isimdir? Baxın, deyirəm ki, mən ora getdim. Mən hara getdim, ora getdim. Ora hara sualına cavab verir. Baxın, eyni anda haraya sualında cavab verirəm. Mən oraya getdim. Haraya getdim, haraya. Görürsünüz, hara sualını da verə bilirəm, eyni zamanda haraya sualını da cavab verə bilirəm, sual verə bilirəm. Bakı gözəldir. Hara gözəldir? Hara? Bakı. Haraya gözəldir. Görürsünüz, Bakı sözünə eyni anda haraya sualını verə bilmədiyimə görə, deməli, burada Bakı nədir? Yer, məkan mənalı isim olacaq. İsim, məkan mənalı isim. Bu da belə. Və bundan da əlavə olaraq biz deyə bilərik ki, məkan mənalı isimlərlə, məsəl üçün, yer mənasını bildirən zərfləri necə qarışdırmamaq olar? Bu yoldan başqa bir yolda var ki, baxın, mən ora gedirəm. Ora konkret yer bildirmir, məkan bildirmir. Amma Bakı gözəldir, hara gözəldir, konkret məkan bildirir. Yəni, məkan mənalı isimlər konkret yeri, məkanı bildirir. Amma zərflərdə bu konkretlik yoxdur. Yer zərflərində bu konkretlik yoxdur. Sonra miqdar zərfləri. Miqdar zərfləri də hərəkətin və yaxud əlamətin miqdarını bildirəcək. Nə qədər sualına cavab verəcək, nə dərəcədə suallarına cavab verəcək və quruluşca onlar da sadə, düzəltmə, mürəkkəb rolunda çıxış edir, mürəkkəb olurlar. Sadəyə məsəl üçün xeyli, çox, az və s. Azacıq, azacıq və s. sözlərini misal göstərə bilərik. Düzəltməyə məsələn bütünlüklə sözünü, azacığı yox, azacığı uşaqlar düzəltməyə aid eləyəcəyik. Azacıq, nəyə görə? Az sözün kökü azacığa da leksik şəkildə dedik axı. Azacıq düzəltmə miqdar zərfidir. Bütünlüklə sözünü bura aid eləyə bilərik. Bütünlüklə. Sonra illərlə, günlərlə, günlərlə də nədir? Bunlar da deməli, düzəltmə, miqdar zərflərdir. Mürəkkəblərə isə az-az, bir qədər, dönə-dönə, çox-çox, deməli, və s. miqdar zərflərini misal göstərə bilərik. Bir də burada qarışdırılan bir məqam var ki, qat-qat sözü ilə bağlıdır. Qat-qat. Qat-qat sözü iki mənada işlənə bilər. Baxın, bir miqdar zərfi kimi çıxış edə bilər. Bir də tərzi hərəkət zərfi kimi. Məsələn, miqdar zərfi kimi necə işlənəcək? Deməli, bir neçə dəfə, dəfələrlə mənasını ifadə edəndə, dəfələrlə mənasını verəndə olacaq miqdar zərfi. Məsələn, deyirəm ki, o paltarı qat-qat yığıb. Burada hansı mənanı bildirəcək? Baxın, o paltarı nə tərzdə yığıb? Qat-qat yığıb. Yəni, burada qat təbəqə mənasını bildirdiyinə görə
tərzi hərəkət zərfi olacaq. Deməli, belə aydınlaşdıraq da, bu qat-qat həm tərzi hərəkət zərfi kimi çıxış edir, həm də miqdar zərfi kimi. Qat-qat, lay-lay, təbəqə-təbəqə mənasını verəndə, yəni üst-üstə təbəqə-təbəqə mənasını verəndə olacaq tərzi hərəkət zərfi. Bax, buradakı kimi o paltarları qat-qat yığıb, yəni lay-lay yığıb mənasındadır. Burada nə olur? Tərzi hərəkət zərfi olur. Bir də miqdar zərfi kimi çıxış edir. Miqdar zərfi kimi hansı mənada? Dəfələrlə mənasını ifadə eləyəndə. O, sən, səndən qat-qat yaxşı fikir deyir. Yaxşı fikir deyir. O səndən dəfələrlə yaxşı fikir verir. Fikir deyir. Dəfələrlə. Görürsünüz, dəfələrlə mənasını bildirdiyinə görə burada da miqdar zərfi rolunda çıxış edir. Bir də zərf və digər niqsələr kimi işlənən sözlər var ki, məsələn, sifət və zərf kimi, qoşma və zərf kimi, isim və zərf kimi. Məsələn, isim və zərf kimi işlənənlərə nəyi misal göstərə bilərik? Gecə, gündüz, gecə, gündüz, axşam, səhər. Və bunlar həm zərf rolunda çıxış edir, həm isim rolunda çıxış edir. Həmçinin günorta da bura daxildir. İsim olduqda nə sualına cavab verəcək? Əgər bu sözlər cümlədə nə sualına cavab verirsə, orada isim kimi çıxış edib. Yox, zərfin sualına cavab verəndə zərf kimi çıxış edəcəklər. Məsələn, deyirəm, axşam düşdü. Baxın, axşam düşdü. Nə düşdü? Axşam düşdü. Nə sualına cavab verdiyinə görə yazaq. Axşam düşdü. Bir də var deyirəm. Axşam gələrsən. Düşən nədir? Axşamdır. Nə sualına cavab verdiyinə görə burada isimdir. Bir də axşam gələrsən. Nə vaxt gələrsən? Axşam gələrsən. Nə vaxt sualına cavab verdiyinə görə bu ikinci cümlədə də zərfdir. Bax bu. Zərf və isim kimi işlənən sözlər. Sonra bir dəqiqə. İndi burada danışacağıq nədən? Say və zərf kimi işlənən sözlər. Bunları danışmışdıq. Az idi, çox idi, bir qədər, azacıq, xeyli, biraz, çoxlu və s. və s. Bax, bu sözlərdə həm say kimi işlənir, həm zərf kimi işlənir. Özündən sonra, bax, bu sözlərin özündən sonra isim gəlirsə, olacaq say. Hərəkət gəlirsə, olur fiil. Məsələn, deyirəm ki, biraz qələm. Bir də var deyirəm ki, biraz danışdı. Özündən sonra isim gəlir, deməli, biraz burada nədir? Saydır. Özündən sonra hərəkət gəlir, deməli, burada biraz nədir? Zərfdir. Bu da belə. Sonra gəldik sifət və zərf kimi işlənən sözlərə. Sifət və zərf kimi işlənən sözlərə. Silək. Sifət və zərf kimi işlənən sözlər hansıdır? Qəşəng sözü, cəld sözü, yaxşı sözü, pis sözü, sonra dahiyanə sözü, açıq sözü, doğru sözü, pis sözü, gözəl sözü, iti sözü və s. Bax, bu sözlər həm sifət, həm də zərf kimi işlənir. Özündən sonra hərəkət gələrsə, olur sifət. Yox, özündən sonra isim gələrsə, isimə aid olarsa, olacaq sifət. Sayla eyni məqamda işlənir də, yəni. Məsələn, burada desəm, cəld adam. Bir də var deyirəm, cəld getdi. Baxın, cəlddən sonra isim gəlir. İsim gəldiyinə görə burada cəld nə olacaq? Sifət. Necə adam? Cəld adam. Cəlddən sonra feil gəldiyinə görə burada cəld nə olacaq? Zərf olacaq. Cəld getdi. Nə tərzdə getdi? Cəld getdi. Bax, bu da onların fərqləndirilməsidir. Sonra qoşma və zərf kimi işlənən sözlər var ki, onlar hansılardır? Bəri sözü var. Qabaq sözü var. Tək sözü var. Doğru sözü var. Qoşmada daha çox bundan danışacağıq. Əvvəl sözü var, sonra sözü var və s.
Bunlar da həm qoşma, həm də zərf kimi işlənir. Çıxışlı halda olan sözdən sonra işləndikdə olacaq qoşma. Yəni həmin anda çıxışlı halda olan sözdən sonra işlənəcək, heç bir suala cavab verməyəcək. Yox, suala cavab verdikdə olacaq zərf. Məsələn, deyirəm ki, səndən əvvəl pis idim. Əvvəl fikirləş. Sonra danış. Baxın, səndən əvvəl pis idim. Səndən çıxışlı halda olan sözdən sonra əvvəl gəldiyinə görə burada nə olacaq? Qoşma. Qoşma. Görürsünüz, çıxışlı haldan sonra gəlib. Çıxışlı haldan olan sözdən sonra gəlib. Qoşma və suala cavab vermir. Bir də əvvəl fikirləş, sonra danış. Nə vaxt fikirləş? Əvvəl. Nə vaxt danış? Sonra danış. Suala cavab verir və çıxışlı halda olan sözdən sonra işlənmədiyinə görə burada nə rolunda çıxış edəcək? Zərf rolunda çıxış edəcək. Sonra burada qabaq sözü var. Qabaq sözünü bir də bunu da qeyd edək. Qabaq sözü də həm sifət kimi işlənir, həm də zərf kimi işlənir. Məsələn, deyirəm ki, qabaqda. Qabaqda gedir. Hara da gedir. Baxın, hara da gedir. Yəni qarşıda, qabaqda. Burada qabaqdan zərfdir. Zərf rolunda çıxış edib. Zərf rolunda. Bir də var, deyirəm ki, qabaq cərgədə oturub. Hansı cərgədə? Qabaq cərgədə. Bax, burada da qabaq nədir? Sifət rolunda çıxış etmiş olur.